Risk eləyib deyirəm bu sözü. Söz var idi, mənim haqqımda nə düşündünüz, necə biriyəm? Biz test olunmağı sevirik, kəşf olunmağı sevirik. Çox belə maraqlı bir, ola bilər bu yanaşma bəlkə də çoxları tərəfindən qəbul olunmaz, amma mən risk eləyib deyirəm bu sözü. Təbiət laboratoriyadır. Yəni test olunmaq istəyən, özünü bilmək istəyən, tez-tez yox, adiləşdirərək yox, ara sıra təbiətin adiyyəti olmayan yerlərində olsun. Buna el arasında deyilir ki, dəxilsiz bir yer. Yəni ora videolara çəkilib paylaşılmır, ora istirahət zonası deyil, ora elə oradır. Oranı da təyin eləmək üçün planlı getmirsən, yol alıb gedirsən. Sadəcə yola çıxırsan, az-yuqa az bir yüklə sadəcə yola çıxırsan. Gedirsən, uyğun olduğun yerə özün çatırsan. Və çatanda bilirsən ki, bura elə oradır. Biz adətən xoşlayırıq belə gedib istirahət yerləri. Hətta mən təbiətin məzlumiyyətini birsiz həmdə nədə görürəm. Otellər tikilir, restoranlar açılır. Çünki insanlar doğrudan da zövqlü yaşamaq istəyir deyə orada gedib təbiət qoynunda istirahət eləmək istəyir. Bu çox gözəldir, olsun. Amma bu çoxaldıqca insan məyus olur. Çünki təbiət özü çox verimcil və səxavətlidir. Təbiətin süfrəsi boldur. İnsana qarşı çox standartı yox, oranın gizli kamerası yox, ora sirdaşdır. Bu baxımdan biz yol alıb çıxanda orada görürük ki, bir zülmət var ki, səni həyatından qopardır, kəsib udur. Zülmət kəsir, udur səni. Udanda bəlkə panikadan sonra qəribə bir dənə aramlıq gəlir. Yəni panikanın dalınca gələn aramlıq. Panikası olan o zülmətdə otursa, bu bir də panika keçirməyəcək. Seanssız, dərmansız bir müalicə. Amma biz ora getmirik.